Bu ildən bütün növ pensiyalar artırılacaq. Bu aydan hesablanacaq artımların həcmi 9,2% nəzərdə tutulur. Sosial sahədəki bütün növ artımlar cari ilin inflyasiya göstəriciləri nəzərə alınmaqla tətbiq edilir. Mütəmadi olaraq ölkəmizdə pensiya islahatları həyata keçirilir və bu istiqamətdə indiyə qədər bir çox sosial zərflər qəbul olunubdur ölkə prezidenti tərəfindən və orta pensiyanın həcmi 579 manat olacaq. Bu isə deməli yola saldığımız illə müqayisədə 7,9% çoxdur. Və digər tərəfdən bu 1 milyon 200 mindən çox vətəndaşımızı əhatə edəcək. İqtisadçıların fikrincə bütün növ pensiyaların artımı əvvəlki ilin orta aylıq əmək haqqı artımına uyğun həyata keçirildiyi üçün yeni artımların fevral ayında elan ediləcəyi də istisna edilmir. Nəzərə almaq lazımdır ki, orta aylıq əmək haqqının artım göstəricisi bir ay gec açıqlanır. Və bu o deməkdir ki, müvafiq göstərici fevral ayında hökumətə məlum olacaqdır. Dövlət Statistikası Komitəsi bu məlumatı açıqlayacaqdır. Və nəticədə fevral ayında Azərbaycan vətəndaşları, pensiyaçılar öz pensiyalarını 2 aylıq artımı bir dəfəyə ödənilmə şərti ilə artırılmış formada alacaqlar. Sonraki aylar üzrə artıq artımlar pensiyaların ödənilməsi zamanı nəzərə alınacaqdır. Pensiyaların indeksləşdirilməsinin bazasında dayanan əsas fəlsəfə artan qiymət artımlarının yaratdığı təzyiqlərdən vətəndaşların, pensiyaçıların qorunmasıdır. Qeyd edək ki, 2026-cı ildə əmək pensiyalarının ödənişi üzrə xərclərin ümumi həcmi 7 milyard 992 milyon manat səviyyəsində müəyyən edilib.